Qara nöqtələrlə mübarizə, dərinin məsafələrini dərindən təmizləməsindəki etap Sinozun bu maskasıdır. 15-20 dəqiqə üzdə saxlamaqla həftədə 2 dəfə eləyə bilərsiniz. Gündəlik makiyaj eləyirsiniz və yaxud eləmirsiniz, fərqi yoxdur. Məsələn, mən ev günlərimdə ola bilər ki, uşaqları dərsə aparıram, dərsdən gətirirəm, çıxırıq və bayırdakı toz, havadakı o kir bizə dərimizə çox təsir eləyir. Məsələn, mən bir yerə gedib gələndən sonra balaca bir pedlə silirəm, tonerlə və o fərqi həqiqətən də görürəm. Üzüm tərtəmiz idi, evdə bütün baxımlarımı eləmişdim. Lakin evə gələndə, siləndə artıq peddə bir bozuntul bir rəng görürəm. Budan belə biz dərimizə o çirki toplayırıq, daha dolur və əlbəttə ki, qara nöqtələr və yaxud da ki, digər səpkilər əmələ gəlməyə başlayır. 15 dəqiqə gözləyəcəm. Ətrafını ümumiyyətlə qoruyun, göz ətrafınıza dəyməsin. Su ilə yuya bilərik. Hər yuyulma etapından sonra həm rəngim açılır və dərimin necə təmiz olduğunu sizə göstərmək istəyirəm. Həqiqətən əl vuranda belə xırç-xırç səs gəlir. 5 dəqiqə saxladım. Yəni çox peşmanam. Kaş 20-25 dəqiqə saxlayardım. Burada olan o məsamələri yığdı. Yəni çox məsaməlidirsə dəriniz, çox yağlıdırsa, makiyaj eləyirsiniz, əziyyət çəkirsiniz, o məsamələr üzə çıxır. Bəzən məsələn xanımlar mənə deyirlər ki, üzüm çox məsaməlidir, dərim çox məsaməlidir. Makiyaj eləyəndə həqiqətən tonalini vuran kimi həmin o üzlərə anında makiyajı sanki qusur. Ona görə makiyajdan öncə maskanı sınayın. Yəni bildiyiniz üzün bu məsamələri yığdı və artıq o necə deyək, işıltını görürsünüz. Həm dərimi yumşaq elədi. Tam yuyandan sonra əlbəttə ki, toneri unutmuruq. Puzi markasının məndə bir çox məhsulu var və çox sevirəm bu məhsulları. Bu micellar suyudur. Bundan öncə yəni micellar suyunda istifadə edə bilərsiniz. Əgər Sinoz istifadə eləməsəydim, mən bunu istifadə eləyəcəkdim, amma daha dərindən təmizləmək istədim. Ona görə təmizləmə yağından istifadə elədim. Daha sonra bu toneri həm səhər, həm axşam istifadə edə bilərsiniz. Anında üzü belə fərahlıq verir. Sudan ayıram. Saat 4-də daha durub adam işə gedirsə, nə olmalıdır? Belə bir məhsul olmalıdır ki, sizi ayılsın və üzümün şişini də çəkir. Toner bilirsiniz, çox adam bəlkə deyir ki, üzümü yudum, üstündən vurum kremli, serummu? Yox, amma toner bizə kömək olur ki, bundan sonra istifadə eləyəcəyimiz nəmləndiricidir, serumlardır, maskadır. Məsələn, mənim də ampulalarım var, onlardan istifadə eləyəcəm. Təbii ki, 30+1 dərini belə qorumaq lazımdır. Dərindən dəriyə təsir eləməkdən ötürüdür.